Dövlət Sərhəd Xidməti hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi, xidmət şəraitinin yaxşılaşdırılması və sərhəd mühafizəsi sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirləri davam etdirir. Bu çərçivədə Dövlət Sərhəd Xidmətinin logistika mərkəzi və Sərhəd Nəzarətinin tədris mərkəzi xidməti istifadəyə verilib. Mərasim dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli lider Heydər Əliyevin və şəhidlərə xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətində müasir hərbi infrastrukturun yaradıldığı, şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırıldığı və sərhəd mühafizəsinin daha da gücləndirildiyi vurğulanıb. Qeyd olunub ki, yeni tədris mərkəzi peşəkar sərhədçi kadrların hazırlanmasına, logistika mərkəzi isə maddi-texniki təminatın daha operativ və səmərəli təşkilinə xidmət edəcək. Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbərliyi yeni mərkəzlərdə yaradılmış şəraitlə tanış olub.